Adaptörden. Maraqlı firmanındır. Metroix Relapon şirkətinindir. Gördüyünüz kimi maraqlı bir çantası var. Relapon. Metroix o firmanındır. Yəni, gördüyünüz kimi belə bir komplektdə gəlir. Hamısı tam bağlı şəkildə. Bir görək içində nə var. Burada üstündə lisenziyalısı, hətta burada istehsal tarixinə qədər var. 15 yanvar 2025-ci ildə. Sonra burada markirovka eləmək üçün mən əvvəllər internetdə baxmışam bunun haqqında. Ona görə qısa bir məlumatım var. Burada markirovka üçün olan bizim lövhə var bir dənə. Belə deyək, avadanlığı kalibrovka eləməyə, skaner kalibrovka eləmək üçün istifadə olunan lövhədir. Bu lövhəmizdir. Sonra skanerin hərəkət edən stoludur. Adaptörün başlıqlarıdır. Adaptörün özüdür. Və gördüyünüz kimi stolun özüdür. Sonra skanerimizin özü. Hələ paket yer üstündə görək. Baxın, paket üstündədir. Bunu da açaq görək nə var burada. Skanerimizin özü açıldı. Abi mademi geçti. Bir dəfə vur, ləğv elə. Amma Siz değil, sırt pırt edilsin. Zamkan nerede? skanerimizdə saçıqlı bağlıdır. Mikrofon şöyle buna müəyyən bir fiksatör mütləq 3 dəqiqə saxlayıb düzəltmək lazımdır. Çünki əldən düşsə, yəni bildiyiniz kimi haqqı rəhmətə qovuşacaq. Yoxlayaq. Açaq görək. Burada kabel. Uzun, mavi kabel var üstündə. Burada var üstündə. Ayrışdıracaq. USB kabeli. Taxaq bura. USB kabeli. Sonra adaptörü. Bizdə labda başqa bir skanerimiz var, Eniscan. Ancaq indi hal-hazırda Metroix-imiz yoxdur. Görək nə effekt verəcək. Detal var əsən.